Qarabağı nə qədər yaxşı tanıyırsan? Niyə bu sual üçün məni seçmisiniz? Mən günahım nə idi? Çünki ancaq Avrokubokda ibarət deyil də Qarabağ. Qarabağ tarixində ən çox oyun keçirən futbolçu kimdir? Rəşad Sadıxov olması. Olmaz. Rəşad Sadıxov olmazsa, olar Maksim Medvedev. Bəli. Qarabağ neçənci ildə yaradılmışdı? Hərə bir il deyir orada. Yəqin ki 58-ci ildə. Təbii ki, yox. 1951-ci il idi. Qarabağın ən bahalı transferi hansı olub? Yəqin ki 750 min alıblar və ya 1 milyona. Koxalski. Yox, Richard Almeydadır. Zubir Qarabağa hansı klubdan gəlib? Yəqin ki Lansdan gəlib. Bəli. Qarabağ Çempionlar Liqasının qrup mərhələsində ilk qolunun müəllifi hansı futbolçu idi? Bu Roma'ya gol vuran Pedro Enrique. Bəli, düzgün cavabdır. Dino Enlovunun Kopenhagenə vurduğu qola kim assist eləmişdi? Sol tərəfdən ötürmə gəlibsə yəqin Ançagoylu olar. Bəli, düzgün cavab. Bəs Qarabağın ləqəbi nədir? Köhlən atlar. Bəli. İlk dəfə Qarabağ Avropa Liqasının qrup mərhələsinə hansı mövsümdə vəsiqə qazanmışdı? Twente-ni 2014-15 mövsüm olar. Düzgün cavabdır. Təşəkkür Həmin edirəm. mövsümdə Qarabağ hansı klubu məğlub edib Avropa qrupda yer qazanmışdı? Twente qolda Muharrem vurmuşdu. 2-10 nəticəsində hesab neçəsi olmuşdu? 1-1. Gündəlik artıq sizdədir. Sonuncu sual. Qarabağ tarixində ən çox qol vuran oyunçu kimdir? Yəqin ki bu